Qərvənd Ağdamın ən tarixi köklərə malik kəndlərindən biridir. Mən istəyirəm ki, siz bizə Qərvənd kəndinin işğala qədərki dövrü haqqında, tarixi haqqında bir məlumat verəsiniz. Ağdam rayonu siz qeyd etdiyiniz kimi Qərvənd kəndi rayonumuzun keçmiş Sovetlər dövründə ən böyük kəndlərindən biri olmuşdur. O 4 kənddən ibarətdir. Baş Qərvənd, Şıxlar, Orta Qərvənd və Ayaq Qərvənd. Erməni işğalına qədər bizim kəndlər çox böyük nailiyyətlər əldə edirdi. Təsərrüfat işlərində, təhsil sahəsində, ondan sonra əhalinin rifah halının yaxşılaşdırılması üçün çoxlu tədbirlər görülürdü. Ağdam rayonunu Lenin adına kolxozun o vaxtki sədri, sosialist əməyə qəhrəmanı, SSR Ali Sovetinin deputatı Xuraman Abbasova bizim kolxozun sədri idi. O, cəmaatın güzəranı ilə, dolanışığı ilə çox yaxında maraqlanır. Kənddə bütün yaşayış üçün lazımi strukturlar qurulmuşdu. Belə ki, kənddə 3 böyük orta məktəb var idi. Biri Başqərvənd kəndində, biri Şıxlar kəndində, digəri isə Ayaq Qərvənd kəndi. Kənddə işdən sonra əhalinin istirahət etməsi üçün həmin vaxtı kolxozun vəsaiti hesabına 600 yerlik mədəniyyət evi tikilib istifadəyə verilmişdir. Bundan başqa musiqi məktəbi, idman məktəbi, qonaq evi və bütün su, qaz, işıq problemləri hər bir evə o vaxtki səviyyədə telefon çəkilmişdi. Bu hamısı ta Ağdamın və kəndimizin işğal dövrünə qədər əhali çox rahat yaşayırdı. Lakin Ermənistanın bizim rayonumuza baskısı nəticəsində artıq 1993-cü ilin iyul ayının 23-də ermənilər Ağdam şəhərini və onun ətraf kəndlərini işğal etdilər. Bundan sonra əhali arasında böyük çaşqınlıq düşdü. Düzdür, o vaxtı bizim indiki kimi regulyar hərbi hissələrimiz yox idi. Ancaq ayrı-ayrı könüllü dəstələr idi. Onlar müqavimət göstərirdilər. Lakin onların kifayət qədər texnikası, silahı, sursatı yox idi. Təpədən dırnağa qədər Rus qüvvələri tərəfindən silahlandırılmış ermənilər qarşısında ancaq bəzən ov tüfəngləri ilə bizim igid oğlanlar postlarda duruldu. Belə bir şəraitdə artıq bir il ondan sonra 1994-cü il aprel ayının 26-sında bizim Qərvənd kəndi və ona bitişik Şıxlar kəndi ermənilər tərəfindən işğal olundu. Bundan əvvəl onlar bizə qonşu kənd olan Güllücəni, Sumanı, Şotlanlını, Nəmirlini hamısını işğal eləyib artıq bizim zonaya yaxınlaşmışdılar. Bizim kəndlər Xaçın çayının sağ sahilində Qarabağ düzənliyində yerləşirdi. Münbit torpaqlarımız vardı. Demək olar ki, hər qapıda bizim su krantlarımız, əlbəttə indi o adi haldır. Onda tam hamısı təmin olunmuşdu. Əhali firavan yaşayırdı. Lakin bundan sonra bizim köçkünlüyümüz başladı. İki kənd ki, Qərvənd və Şıxlar kəndləri işğal olundu. Bizim yerdə qalan Orta Qərvənd və Ayaq Qərvənd kəndləri də hərbi erməni birləşmələrinin postlarından cəmisi 1-2 kilometr aralıda biz orada yaşamalı olduq. Və bizim kəndimizdə xeyli şəhid verdi. O zaman hətta Orta Qərvənd kəndində 3-cü sinifdə oxuyan Fariz Bədəlov 8 mart anasının bayram günündə öz qapılarında oynayarkən erməni snayperi tərəfindən Şıxlar kəndindən atılan atəş nəticəsində başından qəlpə aldı və o dünyasını dəyişdi. Hətta bizim şəhidlərdən elələri oldu ki, onları biz daha doğrusu o vaxtı şəhid olduğunu bilmirdik. 2 nəfər itkin düşdü. Bugün də onlardan heç bir xəbər yoxdur. Onların yaxınları, doğmaları yol gözləyər ki, kaş bizimki də digər o cəsədlərin sümük qalıqları tapılanlar kimi onlar da tapılaydı. Biz onları dəfn eləyəydik və gözümüz yığışıydıq. Bax, biz belə bir şəraitdə yaşayırdıq. Şükürlər olsun ki, ölkə başçısının səy nəticəsində, ordumuzun 44 günlük müharibəsi nəticəsində bizim şəhidlərin qanı bahasına
qazilərimizin canı bahasına yaralıların biz Ağdam, ondan sonra Qərvənd kəndi 44 günlük müharibədən sonra 20 noyabrda işğaldan azad oldu. Hamımız bildiyimiz kimi 3 rayon Ağdam, Laçın və Kəlbəcər rayonları gülləsiz, tüfəngsiz, itkisiz ölkəmizə qaytarıldı. O vaxtı bizim də Qərvənd kəndi artıq azad oldu. Və biz indi şükürlər olsun ki, Baş Qərvənd kəndinin ərazisində tikilən bu gözəl evlərin, imarətlərin mühayətəsindəyik. Düzdür, əhalimiz bu gün də Respublikanın müxtəlif regionlarında, Bakı şəhərində, digər yerlərdə hələ də buranın tikilib qurtarmasını səbirsizliklə gözləyirlər və biz bu tikinti işlərini aparan və onlara rəhbərlik edən işçiləri, başda Ali Baş Komandan Ulu Öndərin oğlu İlham Əliyevin belə bir işlər görməsini alqışlayırıq və bildiyimiz kimi Ağdamın 3 kəndinə artıq əhali məskunlaşıb, şəhərin özündə isə bu iş uğurla davam etdirilir. Biz əminik ki, yaxın vaxtlarda bu kəndlər də bizim bu Baş Qərvənd kəndi, onun bura əsas köçən 2 kəndin əhalisi olasıdır. Biri Baş Qərvənd kəndinin, biri də Şıxlar kəndinin. Orta Qərvənd və Ayaq Qərvənd kəndləri indi özümüzdədir. Mən özüm də hal-hazırda Ayaq Qərvənd kəndində yaşayıram və bu günləri biz səbirsizliklə gözləyirik və buna görə ölkə başçısına İlham Əliyev cənablarına, bütün bu sahədə çalışan, əməyi olan insanlara təşəkkürümüzü bildiririk ki, biz buradan artıq baxıb ürəyimiz açılır. Özdə hamısı çox belə vahid layihə əsasında, hər cür şəraiti olan, çünki o tikilən evləri artıq biz görürük ki, Kəngərlidə, Sarcalıda, ondan sonra digər o biri kənddə nə qədər rahatlıqlar yaranıb, onların bütün qaz, su, işıq problemləri həll olunub. Əvəz müəllim, Köhnə Qərvənd haqqında Təzə Qərvənddə danışırıq. Bəli, Köhnə Qərvənd böyük kənd olub, böyük sahəsi olub, böyük təsərrüfatı olub. Əlbəttə, 2 dəfə Ulu öndərimiz Heydər Əliyev o vaxtı Qərvənd kəndində olub. Bir dəfə Qərvənd kəndində İpyatov üsulu ilə taxıl biçinində iştirak edib. Sonra da bir dəfə Qərvənd məktəbinin qarşısından keçərkən onda Ağdam Xankəndi dəmir yolunun çəkilişinin açılışına gedərkən orada mən özüm də oradaydım. Ya o taxıl sahəsinə gələrkən oradaydım. O bizim hər birimizlə səmimi görüşdü. Cəmaatımıza təşəkkür etdi və əhalinin nə kimi problemləri olduğunu hökumət rəhbərlərinə tövsiyə etdi ki, bu əhalinin problemlərini həll edeyim. Əvəz müəllim, onu demək istəyirdim ki, Köhnə Qərvənddən Yeni Qərvənddə hansı tarixi məqamların yaşadılmasını istəyərdiniz? Məhəllə adı kimimi? Hansısa bir lövhələr şəklindəmi? Yəni siz Qərvənd cəmaatı adından nə deyir sakinlər? Necə olsa yaxşı olardı? Köhnə Qərvənd pərakəndə halda tikilmiş evlər idi, şəxsi evlər idi. Burada amma çox güman ki, böyük məktəblər, böyük ictimai binalar, ondan sonra hətta kollecin olacağı belə eşitmişik ki, planlaşdırılır. Onlar səbirsizliklə gözləyirlər ki, bura gəlsinlər, burada onlar üçün iş şəraiti yaradılsın, onlara torpaq sahəsi verilsin. Çünki bizim cəmaatımız əkinlə, biçinlə məşğul olan insanlardır. Bizim torpağımız çox məhsuldar, çox bataqlığı yox, şoranlığı yox. Su da ki, Allah canını sağ eləsin, tikib qoyub gedən bizim bu böyüklərimiz. Yuxarıda bizim Xaçınçay su dəryası, bu tərəfdə Sərsək su anbarı, ondan sonra su qovuşan su anbarı. Bunların hamısının suyu bura gələcək və cəmaat o təsərrüfatlarını onunla becərib, əkib, öz ailə uşaqlarını dolandıracaqlar. Biz bu günü səbirsizliklə gözləyirik. Bildiyim qədərincə Qərvəndin ərazisində yaxşı kəhrizlər olub. Bəli, bir neçə kəhriz olub. İndi də o kəhrizlər bu tikilən yerdən tikintiyə başlayanda onların quyularının üstü açıldı. Düzdür, indi onlar hələ bu saat təmir olunmur. Yəqin ki, onların axanı da var. Bəzisi buradan belə gedir, tökülür o çaya, bu kanala. Amma o suların əvəzi yox idi. Hətta o kəhrizin birindən o vaxtı Qərvənddə olan o kümbəz deyilən şadlıq evimi deyək,
ondan sonra istirahat merkezi mi diye orada büyük balıkçılık yaratılmıştı ve orada kızıl farel balıklar yetiştirilirdi ve gedib orada işte sonra cemaat, ben özüm de neçə dəfə orada olmuşam, istirahat eləyirdik, xeyir işlərimizi orada keçirirdik. Kəndin tarixində hansı maraqlı məqamlar var? Kənd keçmiş Kəkil bəyin Rusiya tərəfindən ona verilmiş torpaq sahəsi üzərində qoyulub. Onun adı da bu gün yaşayır, Kəkilbəyli deyilir. Qərvənd kəndinin bir məhəlləsinin biridir. Sonra isə o təsərrüfatın idarə olunması Qərvətdə olan Bərhəm bəyin tabeliyinə verilmişdir və o kəndi idarə etmişdir. Orada müxtəlif təsərrüfat sahələri, məsələn, yaxın keçmişi deyirəm mən. Qərvətdə elə bir maldarlıq kompleksi vardı ki, bütün Azərbaycanda xaricdən gətirmiş qolfinşdris inək cinsləri xüsusi rejimdə bəslənirdi. Böyük qoyun ferma yataqlarımız vardı. Yayda onlar köçüb gedirdilər Kəlbəcərə, Dəlidağa, isti suya, orada öz dövlətlərini orada bəsləyib, pay düşəndə qayıdıb gəlirdilər. Və Respublikada mən deyərdim ki, Qərvənd kəndinin göstəriciləri heç bir kolxozda yox idi. Bu da rəhbərlərin, bir təkrarçılıq olmasın, Xuraman xanımın, Allah rəhmət eləsin, o gördüyü işlərin, o ki gedib Moskvada, Ali Tribunada, SR Ali Sovetinin deputatı kimi, sosialist əməyi qəhrəmanı kimi söz keçirdi, işlər görürdü və mən deyərdim ki, hər il kənddən onlarla məktəbi qutaran məzunlarımız pulsuz kolxozun göndərişi ilə o ixtisaslara gedirdilər ki, onlara yerlərdə ehtiyac vardı, agronomludur, mexanizatordur, zootexnikidir, baytarıdır və s. Bax, bu da əhalinin rifah halının yaxşılaşmasına kömək edirdi, övladlarımız təhsildən kənarda qalmırdı. Hansı məhəllələr var idi kənddə? Kəndin 4 əsas məhəlləsi adlanır. Başda yuxarıda, bax bu zonada olurdu, Kəkilbəyli, sonra İndi İvadullu. dayandığımız yer Kəkilbəyli ərazisi. Bəli, bunun bir hissəsi Kəkilbəylidir, bir hissəsi İvadulladır, İvadullu deyirdilər, bir hissəsi Bayramlardır. Bax, belə xüsusi adlarla adlanırdı. O düzdür, hamısı kənd bir idi, bir ərazi idi, bir sovetli idi. Amma məsələn, təlifçi gəlirdi, onda indiki kimi deyil. Bir xeyir iş olanda təlifçi Zülfüqar deyirlər, Allah rəhmət eləsin. Atı minib düşürdü bu 4 kəndə, heç bir dəvətnamə falan olmadan, ay bacı, paltar pişti olanlar deyirdi, ay bacı, falan kəs sizi paltar piştiyə dəvət eləyir. Oğlan toy olanda deyirdi ki, falan kəs kişi oğluna toy eləyir, sizi dəvət eləyir. Belə vəziyyətdə biz yaşamışıq. Biz bugün fəxr eləyirik ki, bizim nəhayət Qərvənd kəndinə, Şıxlar kəndinə də növbə çatdı. Mən eşq olsun deyirəm belə bizim inşaatçılara. Bu inşaatçılara çox sağ ol deyirik.